Ana, səndən bir şey soruşa bilərəm? Soruş. İndi sən o adamla bir yerdə işləyəcəksən? Yəni yan-yana? Oğlum, biz əvvəl də bir yerdə işləyirdik də. Sadəcə o xəstəxanaya yatırım eləyib. Vəssalam. Amma o həmişə xəstəxanada olacaq. Yəni bu nə deməkdir? İstədiyi vaxt sənin yanında ola biləcək. Murad. Ana, bəs onun tərəfini tutursan? Oğlum, mən heç kimin tərəfini tutmuram. Sadəcə belə davranışı sənə yaraşdıra bilmirəm. 2 həftədə necə xoşbəxt idik. Elə bilmişdim ki, canımız qurtardı onu. Bax, ana mənə söz ver ki, o adamdan uzaq duracaqsan. Murad. Sabah oldu. Salam oğlum. Sağ ol. Necəsən? Belə də. Ya ne olur, ne keyfin yoxdur? O adama xəstəxanaya ortaq olmağı mənim canımı sıxır. Murad, bəsdir də, xahiş edirəm Yaxşı, yaxşı, yaxşı. Sakit ol. Murad. Vaxtından axşam biz sənlə nə danışdıq, ha? O adamın buraya gəlməyi bizim üçün qətiyyən maraqlı olmalı deyil. Düzdür? Bundan sənə nə? Axı, anam da o xəstəxanada işləyir. Murad. Yaxşı, yaxşıdır. Vəziyyəti gərginləşdirməyin. Sakit olun. Sakitləşin. Oğlum, qalx yuxarı dərslərinə məşğul ol. Anamla söhbətim var, qalx. Siz narahat olmayın. Mən Vəfa xalayla danışmışam. O mənə ingilis dilində kömək eləyəcək. Lap yaxşı. Qalx, qalx otaqdan. Yaxşı. Nigar, düzü dünən xəbərlərdə işləndə çox təəccübləndim. Yəqin onun qayıdıb gəlməyi sənin üçün də sürpriz oldu da, ha? Xeyr. Tural demişdi. Başa düşmədim, hələ də zəng edir sənə. Düzgün danış, Anar. Bax, Murad da səndən eşidir, sonra da bax belə ağzına gələni danışır. Nigar, bu eyni şeydir ki, bu evdə mənim oğlum yaşayır. Neyse, Anar. Valla Muradı mən sustururam, amma mən o adam haqqında heç nə eşitmək, bilmək istəmirəm. Mənim əsəblərimi pozurum. Məncə daha alışsan yaxşı olar. Çünki qayıdıb. Utanmadan da qayıdıb gəlib, ha? Ev yox, onu o küt beyninə soxmaq lazımdır ki, səndən məsafə saxlasın. Ay, Anar. Kaş ki o məsafəni sən də qoya bilsən. Bir də deyim bunu, məndən eşit. Tural bir neçə gündən sonra boşanır. Birdən oradan-buradan eşidərsən, axmaqlıq eləyərsən. Eləmə. Qapımda dava eləyən 2 adam görmək istəmirəm. Nə baxırsan? Bəlkə təzə xəbər dedim. Qonşuların yanında biabır olmaq istəmirəm. Eşitdin məni? Muradın dərsləriylə də özüm məşğul olacağım. Narahat olma. Deməli, boşanacaq, yenə başlayacaq səni bezdirməyə. Neyse Anar, neyse.
görmək istəyirik. Eşidirəm, anar. Здравствуйте, товарищ Турал. Как ваши дела? Как ваше самочувствие? Yox, mən yaxşıyam. Amma deyəsən mən qayıtdım desən pis olmusan. Yaxşıyam. Çox yaxşıyam. Eşidirsən, hətta o qədər yaxşıyam ki, səni burada layiqincə qarşılamadılar deyə çox pis oldum. Ona görə də sənin üçün bir xoş gəldin məclis eləmək istəyirəm. Sən ən yaxşısı bu axşam üçün plan qurma. Gəl bir görüşək, köhnə günləri yada salaq. Baxma da, yəqin darıxmısan mənim üçün. Qətiyyən darıxmamışam desəm, yəqin ki, məndən inciməzsən, hə? Sən mənim burada olduğumu bilə-bilə qayıtmısan. Mən də fikirləşdim ki, yəqin darıxmısan da mənim üçün. Heyf, çox pis oldum. Dəhşət. Yaxşı, bəs də uşaq-uşaq danışma. Sözünü de görüm nə istəyirsən. Qulaq as mənə. Sən ki, bura qayıtmısan, belə başa düşürəm ki, burada qalmaq fikrim var. Sənlə görüşüb danışmaq istəyirəm. Üz-üzə. İki mədəni insan kimi. Bura baxanlar, ümumiyyətlə danışmaq istəmirəm. Heç bunun həvəsim də yoxdur. Amma bir halda ki, sən bu qədər çox istəyirsən danışmağa, gələrəm. Gələrəm, danışarıq. Yaxşı, saatı və yeri WhatsApp-la göndərirəm sənə. До встречи, Tural. Yaxşı. Yaxşı, gözləyirəm. Hə, Səmaha? Aysel xanım, mən indi Nigar xanımın evinin qabağındayım. Anar bəy indi Nigar xanımın evindən çıxdı. Oldu, yaxşı. Bir də o evə getsə mənim xəbərim olsun. Aha, yaxşı Aysel xanım, başla. Bir də üzr istəyirəm, Aysel xanım o karta pul demişdi ya, onu bir dənə zəhmət olmasa göndərərdinizdən. Atacağım da, nə olub? Narahat olma. Aha, yaxşı, yadınızdan kart atsanız. Olur, sağ ol. Dəhşət deyir. Alo Aysel. Sən xəbərin var, Tural klinikaya ortaq olub. Nə? Sən nə danışırsan ay qız? Nigarın işlədiyi klinikaya? Bəli. Yaxşı Tural. Görərsən sən. Sual cavabdan başa düşdüm ki, indiki zamanı bilirsən. Gəl keçək sənə indiki davam edici zamanı. Murad. Murad, mənə qulaq asırsan? Murad, yaxşısan? Bilirsən də, Tural gəlib. O adamla zəhləm gedir. Yəqin bilirsən də, klinikaya ortaq olub. Yəni, bütün gün klinikadadır. Anam da deyir ki, onunla bir yerdə olmayacam, amma mən heç inanmıram. O adamdan çox zəhləm gedir. Çıxıb geçsək də həyatımız. Onsuz da bir-iki günə boşanırdı o. Nə? O adam evli idi ki? Gözləyib başa düşmədim. O adam evli ola mənim anamla danışırdı. Hələ bilirdim, çox pis adamdı o. Murad, mən də eşitmişəm. Yəni nə dərəcədə düzgündür, səhvdir bilmirəm. Onsuz hər kəs hər şeyə danışırdı. O demək deyil ki, hamısı düzdür. Burada yox idi, mən çox rahat idim. Amma yenə gəlib düşəcək anamın dalıyca. Əgər o anamın dalıyca düşsə, anamın yanına gəlsə, bilirəm adamı nə edəcəm. Sən uşaqsan, sən nə edə bilərsən ki? Belə şeylər danışma, yaxşı? Mən istəyirəm ki, anamla atam barışsın. Amma Zəhraya da çox pis oluram. Əgər anamla atam barışsa, təzədən bir yerdə olsa, Zəhra atasız qalacaq. Və mən bilirəm ki, atasız olmaq çox pis bir şeydir. İstəmirəm ki, Zəhra bunu yaşasın.
mən də bunu yaşamışam. Həm də ki, atam, anamla məni atıb gedəndə mən çox balacaydım. Ona görə də səni çox yaxşı başa düşürəm. Anamla mən tək qaldıq. Yəni, çox çətin günlərdən keçdi. Bilirsən, oğlanlar atalarını başqa cür sevir. Qızlar başqa cür. Qızlar atalarını özlərinin qəhrəmanı kimi görür. Yəni, hər çətin vəziyyətdə istəyir ki, atası yanında olsun, ona dayaq olsun, arxa dursun. Nə qədər xoşbəxt olursan o, əgər atan yanında yoxdursa, həmişə bir yanın əksik qalır. Həmişə hiss edirsən ki, həyatında nəsə çatışmır. Bir problem olanda da deyirsən ki, atam olsaydı belə olmazdı. Kaş atam yanımda olardı. Ona görə də səni çox yaxşı başa düşürəm. Sən də atasız ağır günlər yaşamısan. Amma məncə düz fikirləşirsən. Atan anan barışsa daha yaxşı olar. Həm atan elə bir adamdır ki, o Zəhranı heç vaxt öz diqqətindən kənarda buraxmaz. Yəni, Zəhraya atasızlığı hiss elətdirməz. Bilirəm, atam elə adam deyil. Özü də Zəhranı çox istəyir. Düzdür, mən də çox istəyirəm. Hər dəfə yanına gedəndə bir yerdə oynayıram. Əminəm ki, siz gələcəkdə çox yaxşı dost olacaqsınız. Əminəm ki, Zəhra böyüyəndə onunla çox yaxşı dost olacağam. Məncə də. Gəl indi fikri topla, dərsimizi eləyək. Yaxşı. Nigar, necəsən? Yaxşıyam. Sən necəsən? Səni görüb necə ola bilərəm? Əlbəttə ki, yaxşıyam. Bugün işin çoxdur. Hə, biraz işlərim çoxdur. Əslində məndə də çoxdur. Dedim işlərimiz tez yekunlaşdırsaydı görüşərdik yaxşı. Yaxşı, onda gedim mən, işlərim var. Yaxşı. İşlərin avamlı olsun. Görüşərik. Görüşərik. Hələlik. Gel. Salam hakim. Ne işin var burada? Niye gelmişsin? Aleyküm salam. Görürəm, əhvalınız yaxşıdır, tam yerindədir, necə deyərlər. Boş oğlan, nə deyirəm, heç əski olmasın. Anar, söhbəti uzatmadan de görüm ne istiyorsan, niye gelmişsin? Yox, elə bir istəyim yoxdur. Əslində bura bəzi sənədlər var, onları götürməyə gəlmişdim. Həm də düşündüm ki, gələ bir sizə baş çəkim də yaxşı deyil, ayıb olar. Bir görüm sizi. Amma görüm, nəsə çox gərgin sizi, nəsə əhvalınız Anar, bura kadrlar şöbəsi değil ki. Ha? Bir de o sizin o muasir dinlə desək, HR otağına oxşuyur bura. Ha? Yoksa fikirləşirsən ki, istədiyin vaxt gələ bilərsən bura, istədiyin vaxt gedə bilərsən. Ha? İstədiyin vaxt oturub nəfəs ala bilərsən. Nə düşünürsən ümumiyyətlə? Mənim üçün çox maraqlıdır. Verdiyiniz sözü tuttuğunuz üçün haqqım olanı mənə verdiyiniz üçün istədim sizə təşəkkür edeyim. Amma yenə deyirəm, görəm nəsə bu əhvala deyil sizə. Amma əvvəllər yaxşı danışırdıq hakim bəy. Çox səmimi danışırdıq. Xatırlayırsınız da yəqin ki. Anar, mən çox gərginəm. Həddindən artıq çox gərginəm. Səni görəndə ümumiyyətlə gərginləşirəm. Ona görə vaxtımı almadan,
öz vaxtını almadan. Nə demək istəyirsən de, çıx get, bir də bura gəlmə. Yaxşı? Yoxsa bu yatırımçılarla bağlı nəsə problem yaşamısınız, Hakim bəy? Ona görə də əhvalınız belə gərgin. Yatırım demişkən, Hakim bəy, siz səhv eləmirəmsə İsa bəylə çox yaxın dostsuz. Keşke ondan o klinikaya ortak olardınız. Yoxsa bu adam haqqında məlumat toplamaq məcburiyyətində olmazdınız. Sənin yatırım üzrə böyük mütəxəssis olduğunu bilsəydim, səndən məsləhət alardım, Anar. Deyirəm də nəsə əhvalınız o deyil. Mən də nəsə bir gərginlik yaşadım sizə görə. Nəysə, ürəyim sıxıldı. Mən gedim. Amma danışacaq çox şeyimiz olacaq, Hakim bəy. Yadınızdan çıxarım. Anar. Mələk. Hay səni, şərəfsiz. Çılaf. Buna da bir iş tapşırdık, yarıtmadı. Aysel, necəsən? Mən yaxşıyam. Sən məni də görüm, bəyəndin şəkilləri. Nigarla Turanın şəkillərini deyirəm. Görürsən, söz verdiyim kimi sənin yanındayam. Nə lazımsa eləyəcəyik. Aysel, sən canım, buna şəkillərdə göndərmisən məni. Elə bil bacı qardaşdılar. Mən bunlarla heç nə eləyə bilmərəm, heç nə. Fidan, bilirsən necədir? Yəni, əlimizdə olan hələ ki bulardır. Neyəyə bilərik ki? Heç nə olmamaqdansa, bu şəkillər məncə hələ ki yaxşıdır. Neynəmək olar ki? Aysel, başa düşürsən, mənə daha səmimi şəkillər lazımdır. Buna baxan olsa deyəcəksən, başın xarabdır, dəlisən, burada nə var ki? Mən xəyanəti sübut eləyə bilməyəcəm. Səmimi şəkillər olsun da, yəni məhkəməyə verə bilim mən bu şəkilləri. Yaxşı, Fidan, nə təklif edirsən, neynəyək? Əgər onlar bizim istədiyimiz vəziyyəti əmələ gətirmirlərsə, biz elə eləməliyik ki, o vəziyyətə düşsünlər, biz də onların şəkillərini çəkə bilək. Başa düşmədim, Fidan. Bunu necə eləyəcəyik? Necə alındıracağıq bunu? Nə bilim də bir şey fikirləşməliyik, bir plan qurmalıyıq, bir sən də fikirləş, bir kömək elə. Yaxşı, Fidan, gəl belə eləyək. Sən də fikirləş, mən də fikirləşim. Görək ağlımıza nə gəlir. Danışarıq. Yaxşı, yaxşı. Yığarsan, tamam. Bir dəfə də yarıtdı adamı. Buyur, eşidirəm səni. Eşitdim, Tural'la barışmısan. Onun da boşanma işi rəsmiləşir, az qalıb. Mənə Fidan dedim. Sən məni boş ver, Aysel. De görüm, siz barışdınız onlarla? Yoxsa hələ də boşanırsınız? Nə yerdədir sizin məsələniz? Elə də asan da olmayacaq. Bunu deyim biləsən. Düzdür. Çünki sən boşanmamaq üçün əlindən gələni eləyəcəksən. 100% Anarı əlində saxlamaq üçün hazır planların var. Bir söz soruşum səndən. Yəqin məhkəmə binasını partlatmazsın da, hə? Yox, bu qədərini eləməzsən. Bu qədəri çox olar sənin üçün. Sənə yazığım gəlir, Nigar. Sən də stressdəsən, həyəcanlısan. Gözləyirsən ki, Tural tez boşansın. Səni necə də başa düşürəm. Amma həyatda hər şey ola bilər. Görürəm, həmin günü sən məndən çox gözləyirsən. Yalan deməyəcəm. Gözləyirəm. Hətta səbirsizliklə gözləyirəm. Belə bir şey deyim sənə. İstəyirsən sənin nigah şahidin mən olum. Gəlim ora qəşəng-qəşəng imza atım. Necə fikirdir? Nigah şahidi.
Aysel, sənə bir məsləhət verim. Nə qədər olmasa böyüyəm də səndən daha təcrübəliyəm. Buyur. Sən mənim nigahıma görə nigaran qalma. Yorma özünü. Ümumiyyətlə qarışma. Yoxsa mən özüm sizin boşanma şahidiniz olacağam. Sizin boşanma kağızınıza, sən necə dedin, qəşəng imza atacağam. Yaxşı? Bax belə. Salam. Aleyküm salam. Ne oldu bəs, darıxmamışdın mənim üçün? Bak, qaça-qaça gəlmişsən yanıma. Mənə də yenisindən zəhmət olmasın. Əslində bugün uğurlarımı qeyd edəcəyim. Elə sən dəvət elədin. Dedim elə iki uğurumun ikisini də bir yerdə qeyd edək. Nəyə qeyd edirsən ki? Birincisi, Fidanla boşanmağıma cəmi bir gün qaldı. İkincisi də ki, bura qayıdışımı. Bax, nə istəyirsən elə. İstəyirsən boşan. Nə bilim, istəyirsən get klinikanı tamam. İstəyirsən şirkət qur. Nə istəyirsən elə. Amma inan ki, sənin burada olduğun müddətdə mən də burada olduğumu sənə unutturmayacağım. Sənə rahat nəfəs almağa imkan verməyəcəm. Maraqlıdır, bunu necə eləyəcəksən? Yox, deməyim də, qoy sürpriz olsun. Amma sən əminliklə deyirəm. Sən burada rahat gün görməyəcəksən. Mənə bir səndən maraqlıdır. Əslində elə buna görə dəvətini də qəbul elədim. Sən niyə Nigar'a imkan vermirsən ki, xoşbəxt olsun, rahat yaşasın? Hə? Niyə imkan vermirsən? Mən çox böyük səhv elədim. Nigarı incitdim, qəlbini qırdım. Təsəvvür eləmədiyim qədər peşman olmuşam. Amma sənin də onu incitməyinə imkan verməyəcəm. Tural, nəinki sənə, ümumiyyətlə heç kimə Nigarı incitməyinə göz yummaram. Sən bilirsən nədən qorxursan? Sən qorxursan ki, mən Nigar'la bir yerdə olandan sonra sən Nigar'ı həmişəlik itirəcəksən. Amma bir şeyi bilmirsən ki, sən Nigar'ı çoxdan itirmişsən. Bilirsən nə vaxtdan? Aysel'lə bir yerdə olandan. Odur ki, boş-boşuna özünə əziyyət vermə. Çox gözəl aktyorsan, ha? Doğrudan deyirəm. Həm də yazırsan, yaxşı yazmağın var. Həm yazırsan, həm oynayırsan. Ümumilikdə belə pis alınmır. Yəni bu sahədə uğurursan, nəzərə al bunu.
Necəsən Leyla? Yaxşıyam, sən necəsən? Bildiyin kimi. Elə yaxşı rastlaşdıq. Sevil xanım bizim görüşdüyümüzü bilir. Yox, ola bilməz. Bilsəydi, deyərdi də mənə. Bilir. Və nədənsə şübhələnir. Əsel, əvvəlki zamanlar olsaydı, ağlına başqa şey gəlməzdi. İndi isə nədənsə şübhələnir. Heç nə. Daha diqqətli olmalıyıq. Həm də ki, daha bizim görüşməyimizə elə bir səbəbi yoxdur. Düz demirəm? Bax Leyla. Məncə sən atamla görüşmürsən də, hə? Yəni elə bir şey olsa mən çox əsəbləşərəm və bilirsən ki, pis şeylər baş verə bilər. Nəyə görə susuram, onu da bilirsən. Əgər görüşsəz, çox pis olacaq. Sən heç bir şeyə görə narahat olma. Mən sənə dedim ki, hakimlə biz daha görüşməyəcəyik. Mən də peşmanam ondan görüşməyimə. Elə bilmə peşman deyiləm. Utanıram, hə, utanıram. Nə oldu, oldu, qaldı keçmişdə. Təklik çox pis şeydir, Aysel. Neysə. Lap yaxşı. Sevindim. Sağ ol. Yəni belə başa düşdün mənə demək istəyirsən ki, mən buradan heç ara getməyəcəm də, ha? Meydan oxuyursan mənə. Düz başa düşdün? Belə görünür ki, sən məni yaxşı tanımamısan. Mən burada doğulmuşam, burada böyümüşəm. Yəni sonradan bura meyl edib gəlməmişəm. Bəlkə də biz sənə tamam başqa şərtlər altında qarşılaşsaydıq, başqa cür münasibətdə olardıq. Necə qarşılaşsaydıq? Məsəl üçün, bizi Aysel tamaşa eləsəydi. Başa düşmədim, Aysel nə ola bilər? Sənin təəccübünü çox gözəl başa düşürəm. Amma görəsən, Aysel məni çoxdan tanıdığına nə əcəb bu vaxta qədər sənə deməyib? Nə danışırsan, sən başın xarab olub sənin? Sakit ol, sakit ol. Sakit ol. Bəs mən niyə biz qarşılaşanda Aysel məni tanımırmış kimi davrananda heç təəccüblənmədim, hə? Niyə? Aysel hardan tanırsan sən? Bax belə. Soruş deyim sənə. Hakim bəy, sənin qaynatan. O vaxt Ayseli oxumağa göndərəndə məni mənim oğluna tapşırmışdı. Yəni nəzarət eləsin deyə. Əsas olan bilirsən nədir? Aysel mənim orada evli olduğumu bilə-bilə. Niyə bu vaxta qədər, bu vaxtda bir dəfə də olsun, nə Nigarə, nə də sənə heç nə deməyim. Bunu düşün. Görəsən bunları bilə-bilə niyə hamınızdan gizlədim? Hı? Hakim, deyirəm, gəl bu toyu eləyək, bitsin də. Günü təyin eləyək, nə deyirsən? Ha, mən qrafika baxaram. Biraz belə boş vaxtım olan günlərdə təşkil eləyərik. Amma o restoran məsələsi sənlikdir də, sən özün həll elə, çünki mənim vaxtım yoxdur. Boş üstə. Eləyərəm, narahat ol. Onu eləyərəm.
Bir de bilirsən, biz Aysel'e de normal toy eləyə bilmədik. Bu bizim ailəmizdə birinci toydu. Ben restoranı özüm həll eləyəcəm, sən xonça-monça işini alır. Amma bax ha, heç nə də simişlik eləmə. Yox. Hər şey yüksək səviyyədə olmalı. Yaxşı? Yaxşı. Amma Leyla deyir ki, çox şey olmuyor, onsuz da xaricə gedirlər. Sən onun deməyinə baxma. Nə yaparıqsa bizim adımızadır. Ayıb olar, Hadi o öz yerində. Bir şey soruşum. Sən bilirsən ki, Qudamızla Aysel gizlincə görüşürlər. Əsas söhbət edirlər. Yox, bilmirəm. Hardan bilmədim ki? Mən nəsə Ayseldən bir-iki dəfə soruşdum, mənə heç kim demədi. Leyla ilə də danışdım, dedim, nə məsələdir? Heç kim demədi, amma mənə elə gəlir burada nəsə var. Leyla da heç nə, Leyla xanım da heç nə demədi. Yox, heç kim demədi. Yaxşı, mən öyrənərəm. Kimdən? Kimdən öyrənəcəksən? Aysel'dən. Əlbəttə Aysel'dən. Mən Leyla ilə nə söhbətim ola bilər ki? Nədir? Gəl də gəl. Haralardasan? Uşaq sənsiz yatmır. Salam. Əleyküm əssalam. Sağ ol. İşlerim vardı, ona göre çıkmıştım. Murad, bax nə tapdım. Bəlkə oynayaq? Apar tulla onu, lazım değil bana. Niyə, nə oldu ki? Deyirəm ki, apar tulla da. O adamındı. O adam kimdir? O adam, Tural. Bağışda, mən bilmirdim bu Turalında. Adını çəkmə onun. Çəkmə. Murad, sakitləş. Mən də bilmirdim bu Turalında. Sadəcə oyun maraqlı gəldi. Demirəm adını çəkmə. Sən də özün çıx get buradan. Murad. Ne olub burada? Niye qışqırırsan Vəfanın üstünə? Nigar, mən gedim. Gözlə Vəfa, bir dəqiqə dayan, gözlə. Murad, Heç nə olmayıb da. qalx otağına, danışacağıq səninlə. Mən heç də danışmaq istəmirəm. Danışacağıq dedim. Deyirəm danışmaq istəmirəm. Vəfa, üzr istəyirəm səndən, Muradın adından. Bilirsən də, əslində o sənə görə əsəbi deyil. Düzdür, bu ona haqq qazandırmır. Mən indi qalxıb onu da anlayacağam. Amma bilirsən, biraz onun həssas vaxtlarıdır. O səni çox istəyir əslində. Həqiqətən çox istəyir. Nigar, narahat olma. Mən başa düşürəm gərgindir, nəsə stresslidir. Həm bayaqlarda fikrini cəmləyə bilmirdi. Hə, bilirəm. Turalın gəlməyinə görə elədi. Heç cür özünə əl ala bilmirdi. Əvvəl dostlaşmışlar axı. Hə, elədir. Əvvəl bir yerdə oturub oyun oynayırdılar. Hətta Murad atası ilə bir dəfə dalaşanda mənə dedi ki, bəlkə Turalla ailə qurasan. Amma indi, nə bilim, bəlkə atası qulağını doldurur. Heç bilmirəm mən də neyniyim. Valla mənə də çox çətindir. Amma o da ola bilər. Yaxşı, mən gedim. Vəfa, sən onu bağışla da. Mən bir də üzr istəyirəm Muradın adından. Vallahi o səni çox istəyir, doğrudan çox istəyir. Ha, bəlkə də indi otağında oturub peşmandır. Narahat olma. Başa düşürəm. Gedim mən. Yaxşı.
Hə, Həsən ağa eşidirəm. Anarla Tural nə əlaqə? Onlar niyə görüşürlər? Yaxşı oldu. İşini davam elə. Nəsə olsa xəbər elə. Yaxşı Həsən ağa, göndərirəm indi kartımı. Oldu. Of. Onlarla Tural nə əlaqə? Nədən danışırlar görəsən? Ana Vəfa getdi. Əlbəttə getdi. Neynəsin? Murad, nə olub sənə? Niyə belə əsəbsən? O adam boşanacaqmış. Bunu mən niyə demədim? Çünki bu sənə maraqlı olacaq məsələ deyil. Həm də biz səninlə danışmışdıq axı bunu, oğlum. Bağlamışdıq bu mövzunu. Sən mənə söz də vermişdin. Söz vermişdin ki, lazım gəlsə, hətta psixoloqun da yanına gedəcəksən. Həm də nə hiss edirsənsə elə, dostunun qəlbini qırmağa, onu evdən qovmağa haqqın yoxdur mənim balam. Heç düz eləmədin, heç. Ana, o adam haqqında heç nə eşitmək istəmirəm. Çıxsın geçsin həyatımızdan. İstəmirəm onu görmək. O niyə gəldi ki bura? Yaxşı Murad, geçdi. Ged yat. Ged yat, sabah danışarıq, get. Gecən xeyrə qalsın, get. Yaxşı, gecə xeyrə. Xoş gəlmisən. Nədarasa getməyə hazırlaşırsan? Yo, indi gəlmişəm. Nə oldu ki? Bildim. Məsəl, səndən bir söz soruşmaq istəyirəm. Buyur. Tural'la xaricdə oxuyandan bəri tanışdınız, ha? Bilirsən, əslində səndən soruşacaqdım ki, insanların həyatı ilə oynamaq sənin üçün normaldır. Amma belə görürəm, bu sənə veriləcək sual deyil. Çünki sən manyaksan. Mənə bax, Tural'la Nigarın münasibəti bitsin deyə heç nə eləmədim. Ona görə mənə belə əsəbsən, hə? Sən susub Nigarın yolundan çəkilməyini istədin. Amma beynimə hərk elə ki, yolda mənimdir, qərar da mənimdir. Asiya, səhv yoldasan. Nə iynəsən elə. İnan ki, səhv yoldasan.
Sənə səhv yolu göstərəcəm Anar. Burnundan gətirəcəm hər şeyi. Gözlə. Mən buna layiq deyildim. Sən başıma oyun açacağam. Alo, Həsən ağa. Sabahdan Turalı yox, Nigarı izləyirsən. Alo. Alo Nigar. Bilmirəm uyğun vaxtda zəng edərəm ya yox, amma səninlə danışmaq istəyirəm. Narahat olma, uyğunum, buyur. Nəsə olub? Yox, narahat olma. Ümidvaram ki, Anar mənim sözüm məndən qabaq sənə gəlib çatdırmayıb. Nə olub Tural? Anar mənə heç nə deməyib. Nə deməlisən ki, mənə başa düşmədim. Biz bugün Anarla görüşdük. Yenə dalaşdınız. Yox, davam eləmədik. Zəng elədi ki, görüşüb danışmaq istəyirəm, mən də getdim. Mən bilirəm sənin xoşun gəlmir, amma mənim də heç xoşum gəlmir. Amma o zəng edəndə məcbur qaldım, gedim danışım. Yaxşı. Mənə dediyin üçün çox sağ ol. Təşəkkür edirəm. Nigar, təşəkkürə ehtiyac yoxdur. Ən azından sənə zəng edib səsini eşitməyə bəhanəm oldu. Yaxşı Tural. Gecən xeyirə qalsın. Gecən xeyrə qalsın.